Diqqət. Alarım. Mən oyunda heç bir komanda tutmuram. Nə Neftçi, nə Qarabağ. Qol olsa iki komandaya da qışqıracam, ya da sakitcə qalacam. Xahiş olunur, yorumlarda da gözəl şeylər yazın oyunlar haqqında. Çünki 15 saat sürüşdü yorum. Atmağa əlləksəz avtomatik YouTube silir. Məndən asılı deyil. Futbol şölənindəyik. Qarabağ Neftçi derbisidir birazdan. Biletimiz hazır. İndi oyuna daxil olacaq. Stadionda görüşərik. Mən möhtəşəm bir atmosfer gözləyirəm. Keçək. Atmosfer nə idi? Stadiondakı hissəm. Stadiondayıq artıq. Atmosfer göründüyü kimidir. Görək bu oyun olacaq. Futbol şölənində hesab neçə olacaq? Mən bilmirəm. Oyundan sonra fikirlərinizi komment bölməsində bildirə bilərsiniz. Birazdan koreografi olacaq məncə. Belə koreografisini maraqla gözləyirəm. Oyun zamanı koreografi görəcəm ilk dəfə canlı. Görək nə olacaq bu. Başlamağına çox az qaldı. Artıq futbolçular stadiondadılar. Böyük derbi az sonra başlayacaq. Gözəl bir koreografi, hal-hazırda gözəl bir koreografiyə baxırıq. Autizm fərqindəyim. Autizm haqqında bir slogan var orada. Birazdan oyun da başlayacaq. Gözəl mənzərənin məktəbə şahid oluram. Atmosfer süper. Oyun üçün hər şərait var. Birazdan oyunun start götürməsinə çox az qaldı. İnanılmaz atmosfer var burada, inanılmaz. Avropa oyunlarında belə şeylər görməmişəm mən. Çox gözəl atmosfer var burada. Bir tərəfdə Qoca, bir tərəfdə İmarət Ay var. Diğer tərəfdə də ordu. Birazdan oyun başlayacaq. Kapitanları orada görürsünüz. İşini bildirəm. Mən Qarabağ və yaxud Neftçi tərəfini tutmuram. Tərəfsiz bir bloqeram mən, başdan deyirəm. İnanılmaz atmosfer var burada həqiqətən. Videomuz desə çox uzun olacaq. İki tərəfdən hazırlaşır, Neftçi qalibiyyəti. Anın için. Ama bu futbolda her an her şey olabilir. Birazdan oyun start götürəcək. Hakim hazırlıqlarını edir. Və oyun başladı. Görək bu derbin qalibi kim olacaq? Dəqiqələrdə kontra-atak Qarabağdan, son anda müdafiə. Out. Yenə cinahdan hücum
çox yaxşı başladı oyun. Bu videomuz deyəsən çox uzun olacaq. Tefa! Robin Şeydayev! Attı gol hesap 1-0. Golanı kaçırttık Tefa Tesisçi'ye. Golanı kaçırttık. Ama çalışacağım Golan'ın golü montajda. Tefa attı gol hesap 1-0. Robin Şeydayev! Hesap 1-0 o birinci dakika. Robin Şeydayev! Bir anda gəlirlər hücuma, bir anda vurdular gol. Esmən də hissetmədi. Nəticədə də qaçırtdıq Golanın. 3 dəqiqələrdən artıq Qarabağ üstünlüyü keçirir. Görək bu oyunda bol qollu olacaqmı? Axırıncı oyun bərabərlikdə bitmişdi. Bu derbdə nələr olacaq hələ bilmirik. Hələ 1-0'dır. İlk gol Qarabağdan. Ramil Şeydayev qapçı ilə qarşı-qarşıya qaldı və attı qolu. Hesab 1-0. Deyəsən vara baxırlar. Şu qapçı ilə qarşı-qarşıya idi yəni. Offside təhlükəsi ola bilər yoxsa? Yox, başlayır deyəsən. Və gol verildi. Hesab 1-0 devam edir. FC 1-0 geride, Qarabağ 1-0 öndədir hesabda. Qarabağ çox presli bir oyunda oynayır. Axırıncı oyunda Sabaha qarşı məğlub olmuşdular. Zərbəsi sarı kart. Yo. FC başladı. Qapması çox möhtəşəmdir. Həqiqətən də. Hesab 2-0! 2-0! Leandro Andrade! Hesab 2-0! Hesab 2-0! Hesab 2-0! Derbide, futbol şerefinde! Hesab 2-0! Çok baskılı oynuyor. Hayata çok maraklı bir derbi kesin. Buradan KD xatırlayırsınızsa, buradakı derbide gol vurmuşdu. Mükəmməl xatirələr canlandı gözümdə. Hesab 2-0'dır, 24-cü dəqiqə. Texniki problemlər yaşandığına görə 2-1 oldu hesab, mən onun videosunu çəkə bilmədim. Texniki problemlərimizi həll elədikdən sonra qayıtdıq oyuna. Hesab 2-1'dir. İlk hissə bitti, hesab 2-1. İkinci hissədə nə olacaq bilmirik. İkinci hissədə görüşək.
Bas. Ay. Kevin Medina. Hesap 3-1. Serbestisinden orta. Gol Kevin Medina, hesap 3-1. Qarabağ hesabda üstünlüğünü korumağa devam edir. Hesap 3-1. Olanların təəssüf ki, qaçırdıq, amma çalışacağım montajda qoyum. Təlifsiz bir şəkildə. Cərimə zərbəsindən duran topdan qol. Hesab 3-1. Son 5 yerden gördüğümüz arası bu defa Medina'dan geldi. Son anda müdafiye çattı topa. Zekmə Nefsi niyetinde. Lebon'un yerine oynansa Salah'la daxil olur. Haşim vara baxır, penaltı şübhəsi ola bilər. Hakim hal-hazırda vara baxır. Penaltı şübhəsi var. Şarutiye sarılara gel. Hesap 3-2 olabilir Nefsi'nin adına. Gol anlarından birini yakalayabilir, videoya koyabilir ya da penaltı kaçabilir ve gol! Hesap 3-2 oldu. Kapitan Emin Mahmudov. Hesap 3-2. Derbide heyecanlı oyun. İki komanda da eline celal etmeye çalışır. Göre oyunun sonunda galip kim olacak? Hesap 4-2. Dört kişi Qarabağ üstünlüğünü korumağa devam edir. Hesap 4-2. Kaptan oyunda Qarabağın kaptanı. Benziyanın yerine de oynayan Filip Ozoviç daxil olur. Aya baxdı, çaya vurdu Rami Şeyrayev. Hesap 4-2 davam edir 83-cü dəqiqədə hal-hazırda. Oy! Oyun başa çatdı, hesab 2-4. Qarabağın xeyrinə Qarabağ addım-addım çempionluğa doğru gedir. Bu oyunda belə qutardı. Bəlkə komanda da gözəl oynadı, əsl deyil atmosferi gördük bu oyunda.
vlogumuzun sonuna gəldik. Qəşəng anlar yaşadım. Girmişdim Qarabağın avtobusuna. Orada Quqeşaşvili zapas qapısı deyirlər. Öz dilimizdə onu gördük, ondan şəkil çəkdirdik. Hər kəslə şəkil çəkdirdik. Qurban Qurbanov, Zubir, Benziya, köhnədə Fənərbağçada oyun. Əslində oynaya bilmirdi Fənərbağçada. İş buraya gələndə dedim oynaya bilməz, amma bu səviyyədə klub üçün yaxşı oynayır məncə. Zubir, Medina, bir çox futbolçu ilə şəkil çəkdirdik. Bu videomuzun da sonuna gəlirik. Instagram və TikTok hesabları aşağıda olacaq. Buralarda bir yerdə. Abunə olub like atmaq istəsəniz, bunlar öz fikrinizdir. 97 abunəyə hal-hazırda. 100 abunəyə 3 abunə qalıb. Sağ olun, gələn videolarda görüşənədək hələlik.